regionda iş var demək üçün yenidən görüşünüzə gəlmişik. 2025-ci ilin son günlərini yaşayırıq. Arzu edərdik ki, bu ili sizin üçün ən əlamətdar edən hadisə çoxdan da axtardığınız işi tapmağınız olsun. Bunun üçün ən vacibi nədir? O vakansiyalarla sizi tanış etmək. Elə isə buyurun. Başlayaq qədim Gəncədən. Gəncənin işsiz və iş axtaran sakinləri üçün AzTrade MMC-nin yaxşı təklifi var. Belə ki, şirkət merchandiser axtarışındadır. İş qrafiki 5 günlükdür. Əmək haqqı isə 500 manatdır. Təhsiliniz ali deyilsə, sıxıntı etməyin. Bu vakansiya üçün orta təhsil də keçərlidir. Yetər ki, yaşınız 25-45 aralığında olsun. Əziz Cəbrayıl sakinləri, Havers Group yaxşı elektrik axtarır. İş qrafiki 5 günlükdür. Ali təhsil önəmli deyil. Yaşınız 18-dən ta 60-a dək ola bilər. Maaş məsələsini isə şirkət işə götürəcəyi şəxslə öz arasında danışaraq razılaşmaq istəyir. Gəncənin işsiz və iş axtaran şəxsləri üçün daha bir vakansiya. Seminariya MMC rəqəmsal media üzrə mütəxəssis vakansiyasına işçi axtarışındadır. Bu vakansiya üçün ali təhsil mütləqdir. Müraciət edən şəxsin yaşı 25-dən çox, 55-dən az olmalıdır. Maaş təklifi isə 400-800 manat aralığındadır. Şirvanın işsiz və iş axtaran şəxsləri. Al Market MMC satıcı kassir vakansiyası üzrə işçi axtarışındadır. Təhsilin orta olması keçərlidir. Yaşınız isə 18-45 aralığında olsa uyğundur. Bu vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Yeni vakansiyalarla görüşənədək. Hələlik!